Hamıya uşaqlar, necəsiz? Deməli, bugün sizlə heç şaşırmadıq. Kargolarımı açırıq. Bu dəqiqə gətirmişəm. O dəfəki kimi baxmamışım. O dəfə də baxmamışdım. Prosta yarısını üstünü açıb görmüşdüm də belə. Amma şu an bütün belə ilk reaksiyamı sizlə verəcəm. Neyse uşaqlar, başlayırıq. Çoğunlukla aksesuar almışam. Qaralmayan. Prosta ellər var ki, onu sonunda açmaq istəyirəm. Prosta bu nədir belə? İlk dəfə açanda da belə oldu. Bu nədir belə? Bu nədir? Bu nədir? Bu nədir? Hə, bunlar qolbaqlardır. Oydu, bunlar çox axıra qalsın. Səbrim yoxdur. Oydu, çöldə bir dənə isti var. Çöldə bir dənə isti var. Biri var, onu axırda açmaq istəyirəm. Çünki bilirəm ki, çox pis olacam onu açanda. Ona görə axıra saxlayacam onu. Hadi. Bu da gözəl bir şey almışam. Buna baxın. Ayda uşaqlar səhv göndəriblər. Bir də baxacam görüm düz almışam deyə. Amma mən ürəkli almamışdım. Ulduzda almışdım. Yəni burası ulduzuydu da. Onu dəqiq bilirəm. Qoya bilsəm. Deməli, burası belə güzgü də açılır. Elə bağlanır. Baxın, burada belə qoyursun. Şu an tək modumun getməyi, bunun burası ulduz olmamalıdır. Olmamalıdır. Niyə? Canım, mən ulduz almışdım. Bitirəm buradan bir dənə şikayət. Burası bir dənə minus bilsiz nədir? Baxın, bu belə olan kimi düşürüb da. Nəsə də, mən zaten çantamı çox belə pis daşıyan bir adam deyiləm. Ona görə düşməz deyə ümid edirəm. Belə çox qəşəng görsən. Məncə bir dənə çantayı plov eləyim, bax. Məncə də çox şirin görsən, uşaqlar bilmirəm. Şuradan açsaq. Şuradan yoxdur, belə buralardan bir yerdən. Bu qız YouTuber olduğu üçün özünə kart alıbdır. Telefonunda yeri yoxdur. Məsələn, telefonumdan iPad-ə atıram, yer açıram, YouTube videosunu editləyirəm yəni. Eləcə düşünürəm ki, şəkilləri hələlik ata biləcəyim bir yer. Ya flaşka falan. 64 GB almışam. SanDisk'də nə də ondan almışam. ChatGPT onun ərdə can bunu al, yaxşıdır bu firmanın. Dedim, öpürəm səni. Yəni də almışam 8 GB və üstündə belə bir şey hədiyyə ediblər. Bu adapter yazılıb üstünə. Tam olaraq bilmirəm, bunu adapterdir. Yoxsa məsələn bunu hər hansı bir kameraya taxa bilərəm. Belə bu tip kameralar olur. Belə yox, belə taxılması gerəkən. Onlar taxa bilərəmmi? Məncə taxa bilərəm. Elə çox-çox çünki mən bundan istəyirdim. Nəsə ki, dən belə yaddaş kart kimi bir şey almışam. Yaddaş kartı da can. Sonra bunu göstərim. Deməli şu an bunu mamam almışam. Çünki mamam məndən dəqiqə başı qaçsın şey istəyirdi. Bir dənə almadım. Gördüm belə çoxluq var orada. Dedim elə bunu alım. Toplu canımı qutarsın. Baxın ucları belədir. Liner çəkmək üçün bu idealdır da yəni. Liner çəkən birisi deyiləm. Yaraşdırmıram özümə. Bir dənə uclarına baxın. Oydu uşaqlar. Fıçası çox qəşəngdir. Valla bir dənə buna baxın. Bunda gözüm qaldı. Mamam elə bunu götürəcək. Neysə də. Ana qədrimi videosan bir dənə almadım. Birincisidən aldım. Bax. 3, 7 dənə almışam. Çox qəşəngdir məncə. Yəni kiçik şeyləri çəkmək olar bu. Daha Sunray. Ay, sırqa almışam uşaqlar. Bundan almışam. Niyə bir dənə də aldım? Yoxsa yazmış ki, 2 kargo birdən gəlib. Bu arada Temu bir gün mən söyləyəcək. Siz nə? Məsələn, ayın 18 bir dənə bir şey sifariş verəm. Sonra 2 gün keçir, nəsə görürəm, yenə sifariş verəm. Sonra Temu olan hamısını birdən göndərir. Yəni, biz siz nə deməkdir? Alacağım varsa al bir yerdə. Can bizi uğraşdırma. Uşaqlar, belə bir küpə almışam. Küpə deyəndə sırğayız. Linçləməyin, söyləməyin ki, bizim dilimizdə danış. Çox qəşəng deyil. Çox qəşəngdir. Sonra sırqadan boluq uşaqlar. Bu arada bunlar heç bir qaralmır. Paslanmaz çelikdir. Yəni bəziləri deyil. Elə deyə prosto biraz daha tez qaralacaq. Bu mən beklədiyim kimi gəlmədi. Heç sevmədim şu an bunu. Belə sırqaları bilirsiniz də. Baxın tombiş olur. O tombişlərdən almışam. Amma çox balaca deyil. Bu biraz böyük olurdu da. Sonra belə qaşlı belə sadə bir şey almışam. 2 dənə də bu arada bunlardan. Baxın belə. Tırnaqlarımı qoymur, götürüm. Nəsə də 2 dənə baxın belə. Bir də normal düz sadə. Day bunlardan yer qalmadı yerdə. Bir də arxası belə bir şey almışam. 2 dənə də bunun da belə. Arxası da belədir. Всё. Biri hayal kırıklığına uğratdı, ev yoxdur. Heç olmaz. Daha sonra ne bu? Palet almışam. Şöyle bizdə mənim palet kolleksiyam var.
Yəni çox demirəm də, bir nəfər mənim bu yaddaş problemimi həll eləsin, nə deyir eləyərəm də, yəni. Səhərdən o qədər bezdim ciddən, hər dəfə eyni şey yaşamaqdan, yaddaşın çatmamağından. Yaddaş kartı almışam, videonu dayandırıb onu taxdım. Buradakı qaleriyadakı bəzi şeyləri ora ötürdüm ki, tez bunu çəkim tutarım. Çox bezdim ciddən. 64 GB almışam, 200 nə qədər atdım və dolduğunu deyir. Amma mən chatdən danışanda dolmayacağını deyirdi. Neyse uşaqlar. Nədir bu qızıl zadda, niyə burada belə paketlərimiz? Palet almışam, amma bu bildiyimiz belə şeyin palet deyil. Kromlu bir palet olmalıdır. Neyse göstərəcəm indi swatchlayıb. İnşallah swatchlayabilirsəm. Hə, kromludur uşaqlar. Qorxdum ki, çox rəng olacaq. Hamısı swatchlamadım, amma belə baxanda bilinəcək. Belə içində rənglər var, kromludur da, yansımaları fərqlidir. Məsələn, bu mor kimi yansım. Orada elə yansıya bilər, amma içində mavi yansıma da var. Məsələn, bunun içində mor yansıma var. Bunda yaşlı tayar da var. Baxın, belə bir paletdir. Bunlar linklərini paylaşır. Aa, üstü şöyle var. Özünüzü daha lüks hiss edin diye. Ezel'in bütün bayımızlar oldu ya. Bakın burada da görsənir zaten. Çok qəşəngdir. Beğendim, tıkladım. Hoşuma geldi. Severiz. Böyle çantalım şu an biraz xəyal qırılır. Çünkü mən bunu belə balaca bir təsəvvür edirəm. Üstümü yazısına görə almışam bu arada. Belə uzun da oxumaq istəmirəm. Bu yaddaş alanım yoxdur. Oxumaq istəmirəm. Yox, bezdim bu yaddaşdan. Belə tərs düşəcək yəqin ki orada, amma çox maraqlıdır da mənası. Sırf bu birinci cümləyə görə almışam. Kipriklərimi deyir, çox sevirəm. Daha Senori. Ay ya Allah, bu belə policiyadır. Ne policiyadır bu belə? Şalar. Bugis. YouTuber olduğu için bugis. Belə güzgü alır. Güzgü neymiş? Işıq alır özünə. Belə artırır, azalır. Deyəm. Şu an azdır. Şu an ən çoxu budur. İndi işıqlıq da var deyə çox bilinmir. Sarı işığı var. Ağ. Sarı ağ. Orta sarı. Ayda çox qəşəng taxıl. Bunu mən 100% pis ol qəşəng olmadığım videolarımdan deyəcəm. Sonra Temunun ən zevk aldığı şey bilirsiniz nədir? Bu. Aça bilməsinlər. Nəyəsə baş vursunlar. Bu bilirsiniz nədir uşaqlar? Bunu mən pişiyim üçün almışam. Belə bağlı bir şey istəyirdim. Bu belə açılır buradan. Baxın, belə göstərim. Belə açılır. İçinə nəsə qoyub bağlaya bilirsiniz. Mən pişiyimin tükü qalmışdı. Pişiyimin tükünü qoymaq üçün. Bunun içine boşdu. Anlayamadım. Çarm almışam. Siz mən çarm xəstəsiyəm, amma alandan sonra gördüm ki bu qaralır. Heç bir material yoxuymuş. Belə göstərim necə bir şeydir. Baxın. Biraz yaxın taxıblar, amma sallanan çarmdır. Bir dənə belə bantiki var, bir də belə açarı var, kilidi var. Belə ayrı-ayrı taxacağım. Məsələn, birini buradan, birini buradan sallanacaq. Çox qəşəngdir məncə. Amma qaralacaq yəni. Okey, qaralacaq. Problem deyil. Bunu zaten sonradan alanda gördüm. Okey, sonradan görmüş olayım, amma gördüm. Bilirəm ki, qaralır. Özümə üzüyü almışam. Hamısında paketlərini göndərə bilərək, sağ olsun. Amma heç birinin içine qoymayıblar. Deyiblər ki, alırıq, siz qoyarsınız. Göstərim sizə belə. Həqiqətən, üzüklərim olar. Bu arada qaralmayandı. Belədir. Biri belədir. Bunlar da belə. Bu nə gözəldir, çox incə. Ay, nə qəşəngdir bunlar. Sırğa almışam uşaqlar. Bunlar da zamanla qaralacaqdır. Zamanla dediyim, məsələn, suya məruz buraxsam tez qaralacaq. Baxın, biri belədir. Bu neydi o? Yad kimi göstərdim. Biri belədir. Set kimi almışam. Biri belədir uşaqlar. Belə taxılır. Şəklini qoyaram bu necə taxılır. Bir dənə belə sadə bir şey var, normal düz. Bir də belə bir şey var. Şöyle. Sonra belə
Ay, linçlənəcəm, sonra necə cringe qızdıracaqlar. Sonra tatu almışam özümə. Bir dəyən göndərmişsiniz. Biz çox qardız da, bir kərb edəcəm. Belə tatular almışam əlin üstünə illəri. Eləməyi aldım ama bu arada. Yəni çox belə həvəsim yoxdur belə buralara. Prosto bir dənə göndərmiş. Bəs çox göndərərdiniz də. Neyse, yaxşı. Sonra resepti bayağı uğraşdım açım diye ama yəqin ki belə taxılır da. Burada qaralmayandı. Çok qəşəngdir, incədir bu arada, göstərim. Like. Yer atacağım burada. Artık bıktım. Yeter. Çok qəşəngdir. Ama çok pis bir xəbərim var. Bu zamanla qarala biləcək bir septi. Necə gözəldir. Necə gözəldir. Baxın, sıvan almışam. Çox qəşəngdir. Və qaralacaq. Uşaq, mən bildiyi sıvan xəstəsiyəm də. Dəhşət sevirəm. Çox qəşəngdir. Neyse, çalışacağım səni çox qaraltmayayım. Üzükdən bol uşaq. Siz o qədər maraqlı üzüklər almışam ki, üzükləri bilməmiş olmarsınız. Belə bir üzüydü. Baxın. Ama bunu belə. Aha. Belə edib pramoyla taxabilirsiniz. Yəqin ki belə taxacağım. Niyə darsan əlimə? Neysə də buna taxarım içinə. Evet, buna daha qəşəng görsən. Baxın belə. Qəşəng xəbər var. Bu da qaralmayandı. Baxdım uşaqlar, bunun ana malzəməsi paslanmaçilik. Qaralmayandı. Şu an ekstra sevdim mən bu üzüyü. Çıxarmamışam. Çıxartmaq istəmirəm. Çünki axıdım yoxdur. Belə yaya ait bir şey aldım. Mənim doldurduğum artıq son çarmımdır. Beləliklə çarmım dolur. Sanırım göz uşağı rəngini üzüyü almışam. Şöyle. Böyle nasıl? Parıldayır. Pis bir xəbər. Zamanla qarala biləcək tipdəndir. Amma yəni ehtiyatla saxlasanız gec qaralar. Sep almışam. Baxın, belədir burası. Bu da belə. Bunun taxılışı çox fərqlidir. Belə taxanda boyunda belə durur. Bu hissəsindən taxırsınız. Bu buranda ayarlaya bilirsiniz. Bu arada istəsəz kip boğazınızın burasından da dura bilirsiniz. Belə buradan da sallandıra bilirsiniz. Zamanla qaralan idi deyəsən burada. Bu arada uşaqlar demirəm, amma bugün taxdınız, sabah qaralacaq. Yəni çox toxuya məruz buraxsanız, duş alsanız bundan, yəni çox tez qaralacaq. Səhərsi gün qaralmayacaq, amma məsələn bunu tutaq ki 3 aylıq bir ömrü varsa düşəcək 2 aya. Və siz 2 ayda düşməz, çox tez qaralar. Zaten ehtiyatla istifadə etmək lazımdır məsələn bu taku-tuku şeylərini. Qızıl da sevmədiyim üçün qızıl almıram. Çünki mən gold rəngi sevmirəm. Yoxsa gedib ömürlük qızıl alardım. Taxardım, yəni o yatırımı eləyərdim və gələcəkdə də bu sizdə qızıl çox yaxşı bir şeydir. Qova almışam. Baxın belə. Necə göstərim. Şöyle bir şey. Qobağım çox az idi, hətta deyərdim yox idi. Prosto hafif qoluma böyüdü. Belə hafif. Çox qəşəngdir, amma incədir bu arada. Göstərə bildim buralarını, heç göstərdim. Şey tıkladım. Bu arada bu qaralmayan idi. Sanırım üzüyü almışam. Ama çok qəşəng. Prosto biraz böyüdü. Yəqin ki bunu ayarlamaq olur. Bunları ayarlana biləndir. Baxın. Bunun hansısa biri tez qaralacaq, hansısa biri gec. Paslanmaq. Çünki bunları 2 ayrı yer satırdı. Və mən çaşıb iminini paslanmaz yerdən alacağım, birini paslanan yerdən almışam. Yəni zamanla qarala biləcək bir yerdən almışam. Hansı olduğunu bilmirəm. Bunlar 3 dənəli idi, amma ayrı-ayrı satılırdı. Yəni bu qədər şey aldım. Bunun üçüncüsünü niyə almadım, nəzrim. Çox gözəldirlər uşaqlar, yox. Mən uyğun sırğalarda görmüşəm. Bekləmədəyiz, alacağıq, narahat olmayın. Sanri Şahmiranı almışam. 20 yaşıma kimi Şahmiranım olmayıbdı. Bu arada Şahmiran sevmirdim. İndi sevirəm. Baxın belədir. Buradan da qolbağını belə taxırsınız. Şöyle incə almışam. Birində almışam. Amma biraz bundan kobuddur. Yəni olay. Çox qəşəng deyil uşaqlar. Necə gözəldir bu. Canım bir dənə gir. Həyatım. Balam. Ya belirledin mən. Ha. Şöyle. Neyse girmir bu.
Ellerim bu da kökdeyim bir tek. Her cüret. Şöyle buradan da qolbağını taxırsınız belə. Belə bir şey. Çox qəşəngdir. Bunun qəşəng kombinləməyi var. Çox qəşəng bir şey var. Belədir. Belə ucuzdur. Hamıda olan bir şey vardı, yəni. Hamıda görmüşəm bu ucuz. Amma bu ise ucuzu çoxdur ya öz aramızda. Belə gəlir. Qalır. Bilməm, salama şeyləri çox sevirəm. Belə göstəreyim. Zamanla qarala bilər. Yaxşı saxlayacaq, gec qarar. Sonra şurada bir kamera almışam. Deməli, mən kompüter almışam. 4 il bundan qabaq. Amma yəni mən alanda kompüterin kamerasında olmadığına baxmamışam. Mən də kameraya çox önəm verən birisi deyiləm. Amma onlarda da bir video çəkmək istəyirəm, amma kompüter lazımdır. Və kameram yoxdur. Necə çəkim. Temuda bir dənə kamera gördüm. Daha bir şey almamışam. Sadəcə probe edəcəm. Səs keyfiyyəti falan necədir bilmirəm. Yəni görüntülər bomba da olmağını istəmirəm. Prosto elə belə olsa da olar. Belə bir kamera almışam. Kompüter üçün ifsiyo. Necə taxıldığını da bilmirəm bu arada. Hə, beləymiş. Elə bilirdim ki, 2 dənə palet almışam. Birini aldım. O yolu, birincisi şirindir. Buna baxın. Bəyənmədim. Bilməm, ömrük dəfə bir varı bəyənmədim. Baxın, belədir, zərləri belə iridir. Görsünüz, əldə də belə durur. Əlimdən heç bir zaman görsənməz ha. Çaşıb görsənir. Nəsə belə görsənir. Bu belə deyil. Niyə belə oldu ki? Bu şəkillərdə belə deyil axı. Gəldi star parçalara. Canım gözüm, rəngli paletim. Bizdə bu il rəngli makyajlar çox yer aldı. Niyə qırmızısız ba? Həvəsim ölür belə qırılanda. Neyse, düzəldərəm mən onu şöyle. Bütün rənglər var amma. Zərlisi də var, narıncının. Pəmbənin də zərlisi var. Mavinin də, yaşılının da. Hər rəngi zərlisi də var. Belə zərsiz versiyası da var. Morluğun da zərlisini qırıblar. Ən sevdiyim rəngi qırıblar. Neyse, bir də göstərəcəm. Bir dəqiqə tam görsənmədi. Şöyle. Şöyle. Başka bir ikon partiye geldik. Ay, bunu alana kimi? Vay vay. Mini kamera almışam şuralar. Ve bu böyle qalxır. Bunun için yaddaş kartı koyacağıq. Canım. Belə şeyi var, sepi var imiş boynumuzdan asmaq üçün. Bəbəşqa kimi. İfadə eləməyəcəm. Cam adapteranı yaxşı. Nəyə qoşacaq biz bunu? Adapter göndərməyib. 10 üzərindən 9 verəcəm. Gülün şəkli çəkim. İnşallah çox qəşəng görüntü necə göstərmişsə. Baxın, belə çəkir. Bilməm necə çıxacaq. O kartı da yerləşdirdim bu arada bura. Buradan da nə üçün aldığımı göstərirəm sizə. Şöyle necədir? Kitimlə çox qəşəng oldu. Bu da ötürücüdür. Kartı buradan çıxardı. Bura taxıb telefona qoşandan sonra çəkdiyiniz şəkilləri o dəqiqə telefona ötürə bilirsiniz. Çox qəşəng, çox qəşəng. Bunu bir siz niyə aldınız? Bunu belə bura yapışandı var idi. Bunu mən belə aldım ki, öndən də görüm nə çəkirəm. Tıkladım, çox sevdim. Gəlirik bu parçaya. Bu parça biraz məyus elədi mən, çünki çox balacadır. Mən bunu dəhşət böyük bir şey düşünürdüm və diplom üçün almışdım. Diplomda işlərimi rəngləmək üçün. Bir dənəsini belə bura kameranın şeyini elədim. Bunlar akrilikdir. Yəni sulu effekt verir və tez quruyur. Yox, tez qurumur bu arada, gec quruyur. Biraz qalır, sonra quruyur. Bununla düşünürəm ki, şəkillər daha canlı, daha tez olar. Yəni sulu boyada, akvarel boyasına biraz daha üstünə getmək lazım. Amma bu direkt rəngi verir. Bununla da diplom işim eləyəcəm. Ümid edirəm qəşəng çıxar, çünki qəşəng bir şey oxşur, amma çox balacadır. Bu boydadır. İçindəkilərdə elə bu boydadır və üstün gördüyünüz bütün rənglər içində var. İki tərəflidir. Ona bir çanta aldım. Yaydı deyə biraz şeylədim. Taxmayacaq bu arada bunu.
şöyle bir şey aldım. İndi iPad'imi girib girməyəcək, yoxlayacağıq. Ölçülərə görə girirdi. Girmir. Bəli. Mən də zaten bilirdim girməyəcəyini. 30'uydu eni. Hündürüyü də bu 24'dür. Tutaq. Hündürüyü də bunun 25 idi, neçə idi bilmirəm. Girmir, amma məcbur belə götürəcəm. Çünki iPad çantam yoxdur. Məncə belə götürə bilərəm, yox. Belə götürmək olar. Burası çox safe deyil də, belə götürmək. Nəsə, iPad'imiz üçün təzə sumka baxarıq. Yazdıq iPad'im. Qaldı, birini bilə-bilə sonra saxlamışam. Bunları da göstərmək biraz uzun olacaq. Bunların heç bir qaranlıq, paslanma çelikdir. Belə qolbaqlar almışam özümə. Çox maraqlı. Məsələn, o birisi aldığım niyə kolyemdən çox qəşəng dəst olar. Bəzilərini vermişəm. Artıq yəni məndə deyirlər. Çox belə oğlan fasonu idi. Gəldik son parçamdır. Deyirəm son parçada başqa heç qalmadım. Bunu bilə-bilə sonra saxladım çünki istəmədim. Gözlərim dolu videoya davam edeyim. Belə bir seyf axtardım uzun müddətdə, amma mən bunun silverini tapa bilmirdim. Tapdım. Və orada kisələşdirmək olur. İçinə şəkil falan qoya bilirdi. Mən bunun içinə yayan şəklini qoymuşam. Çox maraqlıdır ki, necə ediblər. Şuralar çox səliqə ilə yerləşdiriblər. Alandan sonra görmüşdüm ki, zamanla qarala bilir. Amma problem deyil. Əsudur şəkli var içində. Üstündə də belə mələ işarəsi var bu arada. Bəli, çox şirindir. Bunun linkini kimsə istəsən, onun üçün aşağıda etiketləyəcəm. Yaxud da ki, yorumda kimsə sormuşsa, onun üçün verəcəm. Çox qəşəngdir. Kimsə məncə belə bir şey eləmək istəyirsə, çox maraqlıdır. Məncə hər şey göstərdim. Heç şey qalmadı. Bilirdim ki, sonda belə ağlayacağım. Ona görə axıra saxlamışdım onu. Ümid videomu bəyəndiniz. Düzdür, biraz o birərinə fərqli oldu, amma heç də olmaz. Daha maraqlı videolar çəkəcəm, vloglar çəkəcəm. Hələlik kargolarla idarə edirəm. Çünki çox az qalıb. Diplom işim artıq bitir. Всё. Ondan sonra rahat nəfəs alacağım. Videomu like edərsiniz. Bir dənə də abunə olarsınız mənim üçün. Всё. Sizi çox sevirəm. Özünüzə yaxşı baxın. Sağ olun.